Doktor, əgər övladımızda allergik rinit varsa, onun gələcəkdə asmaya çevrilmək kimi bir riski varmı? Övladımızda allergik rinit varsa, ümumiyyətlə birinci düşünmək lazımdır, allergik rinit nədir? Allergik rinit hər hansı bir allergenin təsiri nəticəsində xüsusi həssas insanlarda burun sellik inşasında meydana gələn qızartı, ödem, şişkinlik, sekresiyanın olmasıdır. Bu hal bizim gözlərimizdə olarsa biz buna konjunktivit deyirik. Allergik konjunktivit. Biraz aşağı düşərsə allergik faringit, tənəffüs yollarına düşərsə asma xəstəliyi. Tənəffüs yolları daralır, qızarır, hava keçiriciliyi pozulur, fitverici xışıltı əmələ gəlir. Bir uşaqda allergik rinit varsa, təbii ki, bu uşaqda bir həssaslıq var mövzusu gedir. Artıq ehtiyatlı davranmaq lazımdır. Artıq ehtiyatlı davranmaq lazımdır. Uyğun bir mühit düşdüyü zaman o uşaqda da hər an meydana gəlmə ehtimalı var. Yəni amma bundan qorxub da uşağın həyatını iflic etmək bu doğru deyil. Uşaq yenə idmanla məşğul olmalıdır, sadəcə kontroldə qalmalıdır, daha diqqətli nəzarətdə olmalıdır. Bundan əlavə qeyd eləmək istəyirəm ki, əgər bir valideyndə allergik asma və yaxud digər allergik xəstəliklər varsa, bunu uşağa keçmə ehtimalı 20%-dir. Əgər hər iki valideyndə varsa, bu artıq 60%-ə qalxır. Yəni hər iki valideyn allergik asması olan bir uşaqda 60% halda allergik asma olmaq və yaxud da allergik hansısa digər bir əlamətin ortaya çıxması şansı var.